Elşad bəy, mən gözləyirdim ki, Azərbaycan prezidentinin 9 may qələbə paradına getməkdən imtinasından sonra Rusiya-Azərbaycanla münasibətlərin daha da normallaşdırılması istiqamətində addım atacaq. Hətta mən gözləyirdim ki, məntiq də bunu deyir əslində. Bizim təyyarəmizi Rusiya vurub, onun təqsirkarları cəzalandırılacaq, Rusiya üzr istəyəcək, kompensasiya ödəyəcək, Azərbaycan millət vəkilinin Rusiyadan deportasiya olmasına aydınlıq gətirəcək, bundan bağlı kimlərsə cəzalandıracaq. Əksinə, Lavrovu Ermənistana göndərib bizə mesaj verir. İndi Rusiya ilə Azərbaycanın münasibətlərinin biraz da gərginləşməsi və Rusiyanın Azərbaycanda təxribatçı addımlar atması mümkündür. Aydındır. İlk növbədə ondan başlayaq ki, yəni heç kəs deməsin ki, bizim deməli hansı ölkələrə qərəzimiz var filan. Bizim heç kəsindən, o cümlədən Rusiya ilə münasibətlərimizin pis olmasına heç bir marağımız yox. Dövlət olaraq marağımız. Doğru. Siyasi cami olaraq da marağımız yox. Rusiya böyük dövlətdir, qaba dövlətdir, güclü dövlətdir, iqtisadi baxımdan dünyanın ən var hərbi deməli faydalı qazıntıları olan ölkədir. Bizim Rusiya ilə böyük iqtisadi əlaqələrimiz var və s. və s. Biz istəyirik ki, bizim normal münasibətimiz olsun. Bizim talimizdə oynadığımız bütün rolları zaten bilirik buna rəğmən. İstəyirik münasibətimiz yaxşı olsun. Və Rusiya ilə də biz bir müttəfiqlik sazişi də imzaladıq. Azərbaycanla bu sazişi imzalamasına xeyli də baskı oldu. Əsas məqsəd o idi ki, yəni normal münasibətlər qurulsun. Əvvəlki münasibətlər arxada qalsın, normal münasibətlər qurulsun. Sonraki mərhələdə münasibətlərin gərginləşməsinə xidmət edən addımlar Rusiya atıb, biz atmamışıq. Biz bir dəfə də olsun Rusiyanın mənafeyini tapdayan addım atmamışıq. Rusiya qarşı qərəzli bir şey eləməmişik. Çıxış eləmişik, beynəlxalq hüquqa uyğun çıxışlarımız da elə olub. Amma Rusiya tərəfindən dalbadal addımlar atıldı, bizim təyyarəmiz vuruldu, onda da Azərbaycan prezidenti təyyarəsi də Rusiya səmasında idi, o da GPS sistemi söndürülüb belə filan. Onda da biz mövqeyimizi biz ortaya qoyduq. Mən əsaslandırdım ki, bu qəsdən vurulub, təzyiq eləmək üçün, təsir eləmək üçün belə filan. Azərbaycan dövlət başçısı da çox sərt reaksiya verdi buna, Rusiyadan tələbləri oldu. O tələbli müəyyən qədər üzr istədilər, digər məsələlər eləmədilər belə. Bundan sonraki mərhələdə Rusiyanın müəyyən deməli yetkililəri Matviyenko gəldi bura, Patriark Kirill gəldi son anda deməli Azərbaycan prezidentini daha ondan əvvəl də deməli bir neçə dövlət başçısına Putin zəng elədi və sonra Azərbaycan prezidentini 9 mayda dəvət eləmək istədilər. Amma görünür ciddi əsaslar var idi ki, prezident getmədi. Putin rəsmən yalvarırdı Azərbaycan prezidenti o tədbirdə iştirak eləsin. Prezidentin getmədindən əvvəl də bu deputat Badamovu deport elədilər. Bir tərəfdən yalvarırlar, ikinci tərəfdən Milli Məclisin üzvünü ölkədən qovurlar. Özdə hansı tədbirə gedən deputat, Ulu Öndərin orada bəli. 10 gündən bağlı keçiriləcək tədbirdə iştirak edən deputat. Bunda bu deport edildilər. Azərbaycan prezidenti getmədi, hesab edirəm doğru qərar idi və Rusiya rəhbərliyinin də Azərbaycan prezidentini ciddi cəhdlə ora dəvət etməsi Azərbaycanın son dövrə nüfuzun artmasının göstəricisi idi. Yəni Azərbaycan burada bu coğrafiyada ən maraqlı ölkədir. Strateji baxımdan ən deməli güclü ölkədir, qüdrətli ölkədir və bunun dövlət başçısının da açığı çəkisi İlham Əliyev deməli xarici siyasətdə də açıq görünür. Siyasi çəkisi ətraf ölkələrdə olan rəhbərlərdən qat-qat çoxdur. Doğru. Hətta böyük dövlətlər var müəyyən qədər bizim o coğrafiyada olanlar. Onlardan da daha artıqdır əlaqələri var. Avropa Siyasi Birliyində keçirilən Siyasi Birliyin o zirvə toplantısı keçirildi Elşad bəy. Orada o qeyri-rəsmi görüşlərdə o böyük dövlətlərin liderlərinin Azərbaycan prezidentinə olan münasibəti, səmimi ünsiyyəti falan hər şey açıq göstərir. Aydındır. Azərbaycan özünün də cəlbedici ölkə olması, Azərbaycan enerji resurslarına malik olan ölkə olması, müəyyən qədər əlaqələrin olması, deməli bütün bunlar hamısı fakt ortadadır. Düzdür. Bax, bütün bunlar hamısı ortada. Ona görə Rusiya çalışırdı ki, Azərbaycan prezidenti də getsin. Və Azərbaycan prezidenti getmədi, hesab edirəm. Bunun özü ciddi jest idi. Qərar doğru qərar idi. Bundan sonra hansı hadisə baş verdi? İmiş ildə heç kəsin gözləmədiyi halda bir Salih Səmədov... Hansısa bir dırnaq arası Ağsaqqal SSR bayrağını qaldırdı. Ağsaqqallar, nə bilim, şurasının güya sədri falan getdi orada Georgi Lenti ilə bir yerdə SSR bayrağı qaldırdı. Bəli, İmişlinin Sarıxanlı kəndində. Bu da təəssüflər olsun ki, buna da deməli, mən gözlədiyim sərt təpki verilmədi. Hətta İmişlinin deputatları belə sərt təpki vermədilər. Nisbətən daha yumuşaq. Mən elə fikirləşirəm. Bəlkə onlar hesab edir, sərt təpki verdilər. Mənim fikrimcə elə sərt təpki olmadı. Biz dərhal mövqeyimizi qoyduq ki, dedik ki, bu deməli Rusiyanın siyasi xəttinə tam uyğundur.
o olan adam ya deməli Rusiyanın casusudur, ya təsir agentidir. Təsir agenti o adama deyirlər ki, bunun deməli rəsmi iltizamı olmasa da apardığı siyasət bu müəyyən dövlətin maraqlarına xidmət edir. Onun təbliğatı ilə məşğuldur. Bu aparılan siyasət də SSR-nin, onun da varisi Rusiyadır, onun təbliğatına xidmət edir və s. və s. Və maraqlıdır ki, indi verilən son məlumata görə ora gedir, o Georgi Lentini də buradan Rus evində çalışan kimsə də o aparıb verib. Və orada olan adamlar da deyir, biz bilmirik bu nədir, nə deyil. Amma fakt odur ki, bütün dünyada bu görüntü getdi. Bu Azərbaycan dövlətinə, Azərbaycan siyasi rəhbərliyinə, Azərbaycan siyasi cəmiyyətinə və yaxud da ki, sadə insanlar kim istəyirsə qəbul edin. Bu açıq, ciddi təhdiddir, mesajdır. Bəli. Və hesab edirəm ki, təxribatdır, bunun başqa adı yoxdur. Ciddi təxribatdır. Həmin o adı nədir onun? Salih Səmədov. Salih Səmədov barədə də ciddi ölçü götürülməlidir. Çox ciddi Sadəcə ölçü götürülməlidir. onu Ağsaqqallar Şurasının idarə heyətindən çıxartdılar, bir də o təşkilatın sədrliyindən çıxartdılar. Ölçü götürülməlidir. Açıq deyirəm ki, o biznes Məsuliyyətə cəlb olunmalıdır. Biznes əlaqələrdə filan hamısı götürülməlidir. Bu təxribatdır və bunu əsaslandırmaq üçün də Azərbaycan Cinayət Məcəlləsində müvafiq maddələr var. Bunu əsaslandırmalıdır bizim hüquq mühafizə orqanları. Bütün onun fəaliyyəti araşdırılmalıdır və bu açıq meydan oxuyan adam səs cəzalanmalıdır. Bu bizim mövqedir. Başqası necə fikirləşə, o da onların işidir. Mən hesab edirəm, Azərbaycan dövlətinə barmaq silkələyən hər kim varsa kimliyindən Onun barmağı qırılmalıdır. Asıl olmalı, barmaq qırılmalıdır və o hüquq mühafizə orqanları qarşısında cavab verməlidir və deməli öz cəzasını da almalıdır.